Naxçıvan Dövlət Universitetində Azərbaycanın milli qəhrəmanı Yusif Mirzəyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbirin əvvəlində milli qəhrəmanın həyat və döyüş yolunu əks etdirən sərgiyə baxış olub. Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib, dövlət himni səsləndirilib. Universitetin rektoru Elbrus İsayev qəhrəmanların həyat və döyüş yolunun gənclərə əsl örnək olduğunu vurğulayıb. Bildirilib ki, dövlətimiz tərəfindən milli qəhrəmanın xatirəsinə hər zaman ehtiram göstərilib, Bakının Nəsimi rayonundakı 44 nömrəli məktəbə onun adı verilib, məktəbin qarşısında büstü ucaldılıb, muzeylərdə, filmlərdə xatirəsi əbədiləşdirilib. Qeyd olunub ki, 1958-ci il mayın 23-də Böyükdüz kəndində anadan olan Yusif Mirzəyev 1990-cı illərdə xalq hərəkatında iştirakına və 20 yanvar faciəsi zamanı etirazlarına görə həbs edilib. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnən Yusif Mirzəyev sonra könüllü olaraq cəbhəyə yollanaraq Goranboy və Ağdərə istiqamətlərində 14 nəfərlik dəstəsi ilə düşmənə qarşı mərdliklə vuruşub. 1993-cü il fevralın 19-da Ağdərədə qeyri-bərabər döyüşdə əsgərlərini mühasirədən çıxararkən şəhid olub. Ölümündən sonra ona Azərbaycanın milli qəhrəmanı fəxri ad verilib. Yusif Mirzəyevin bacısı Naibə Mirzəyevə və uşaqlıq dostu, qohumu Cavad Rzayev onun keçdiyi qəhrəmanlıqlarla dolu ömür yolundan və xatirələrindən bəhs ediblər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev şəhidin portretini onun ailə üzvlərinə hədiyyə edib. Tədbirin bədii hissəsində Yusif Mirzəyevə həsr olunan İgid əsgər və Yusifin mahnıları ifa edilib. Həmçinin milli qəhrəmanın şərəfli döyüş yoluna həsr olunan İgid əsgər filmi nümayiş olunub. Gülay Tahirli, Akşin Məhərrəmov, NTV Xəbər. O qədər sevirəm ki, ikinci növbədə anamı lap çox istəyirəm. İstəyirəm ki, anam görsün ki, sağ-salamatam, narahat olmasın.